Furqan surəsinin 74-cü ayəsində Allah təbarək və teala təqvalıların sifəti haqqında buyurur ki, onlar deyərlər: Ey Rəbbimiz, həblənə min əzvacinə qurrətə əyun, Allah bizə zövcələrimizdən gözlərimizi işıqlandıracaq evlatlar ver, yəni salih evlatlar. Vəcəllənə minəl muttəqinə imamə, və müttəqilərdən bizə imam qərar ver. Allah bizim imamımız, bizim rəhbərimiz, bizim başımızın ağası Allah səndən qorxan, təqvalı olanlardan olsun. وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Gördüyünüz kimi bu şəxs Quran ayəsini imamət əqidəsinə zidd olduğu üçün təhrif edir. Biz hələ ayəni düzgün oxuya bilməməsindən, təcvid qaydaları və s. bu kimi səhvlər üzərində durub mövzunu uzatmaq istəmirik. Qaydaq mövzumuza. Sual verə bilərsiniz ki, niyə ayəni təhrif edir? Cavab budur ki, ayədə keçən bizim müttəqilər üçün imamət kəlməsi Şiə əqidəsinin əsli olan imamət əqidəsinə ziddir. Çünki Şiə əqidəsinə görə imamların sayı məhduddur. Ayədə keçən bizim müttəqiləri imam et kəlməsində isə say məhdud deyil. Ona görə də ayəni təhrif edərək dırnaqarası imamət əqidəsini qorumaq istəyir. Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Həqiqətən bu, ehtirama layiq Qur'andır. Qorunub saxlanılan yazıdadır. Bəli, bu şanlı Qur'andır. O, mühafizə edilən lövhədədir. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir.